Bura əvvəllər 24 çarpayılıq qəsəbxana olur. Yemişli rayonunun Məmmədli kəndində. Yəni qədər yararsız. İndi hal-hazırda bu Məmmədli kəndinin xəstəxanası da tüm məntəqəsi deyək də. Biz məsələ qaldırmışdıq ki, parlamentdə və parlamentdə də bu dəstəklənmişdi ki, kənd yerlərində, qəsəbələrdə xəstəxanalar yaxşı vəziyyətdə deyil və bütün kəndlərdə demək olar ki, tibb məntəqələri çox bərbad vəziyyətdədir. Təbib dedi ki, və Səhiyyə Nazirliyi birlikdə onlar bir konsept sənəd hazırlayıblar ki, 2030-cu ilə qədər dövlət vəsaiti hesabına kəndlərin hamısında tibb məntəqələri bərpa olunacaq. Keçən illəri təbibdən bir nümayəndə gəlmişdi bura. Burada şəkilləri zadada çəkdilər. Lap bizə dedilər ki, siz burada oturmayın da, yəni bu qəzalı vəziyyətdədir. Mən əlimdən gələni edərəm, müraciət edəcəm və nəticəsində sizə xəbər edəcəm.